Salam, xoş gördük. Yenidən sizinləmiş olduğu kimi mənəm həkim psixoterapevt, yalan və bədəndir üzrə ekspert Elnay Rəhimov Tambovski. Bugünkü mövzumuz çox maraqlıdır. Dərin və sistematik şəkildə izah edəcəm ki, qadın və kişi evlilik münasibətlərində kişi qadınına qarşı cinsi soyuyarsa və ən pis halda yatağını ondan ayırarsa bunun əlamətləri hansılardır? Bir-bir səbəblərə doğru irəliləyəcək. Yəni bir çox qadınların, yəni xüsusilə pasiyentlərimin verdiyi suallara əsasən bu videonu hazırlamışam. Birinci səbəb, əgər kişi xüsusilə ağır işdə işləyirsə, gecə-gündüz işləyirsə, işdə konfliktləri varsa, maddi problemləri varsa, nəyisə çatdıra bilmirsə, davamlı olaraq işdə gərgin vəziyyətdədirsə, ondan qaynaqlana bilər ki, bu kortizol hormonunun ifrazına səbəb olacaq. Kortizol hormonu, stres hormonu qanda uzun müddətli ifraz olanda artıq insan zövq verici şeylərlə məşğul olmaq istəmir. Bu birinci səbəb. Bəzən elə bu səbəbə görə qadınlar elə bilir ki, kişinin kənarda başqa sevgilisi var, yəni kişi ona xəyanət edir, yəni bu kimi məsələlərə görə şübhələnir. İkincisi, ümumi cinsi problemlərdir. Yəni onu qeyd edeyim ki, yəni cinsi xəstəliklər ayrıca bir xəstəlik deyildir. Hansısa problemlərin simptomları olaraq ortaya çıxır. Əgər kişinin şəkər xəstəliyi varsa, xüsusilə o şəkər xəstəliyindən xəbərsizdirsə, yəni bir də görsən, yəni heç özdə xəbəri yoxdur ki, o şəkərdir. Qeyd eləmək lazımdır ki, hər 4 insandan biri şəkərdir. O damar, necə deyirlər, problemləri yaradır. Bu kişidə, necə deyirlər, cinsi orqanın sərtləşməsini, necə deyirlər, qarşısını ala bilər. Yəni, cinsi orqan yaxşı sərtləşməyə bilər bu durumda. Yəni, özdə ilk, necə deyirlər, cinsiyyət sistemini vuran, onu qeyd edeyim ki, şəkər xəstəliyidir. Yəni, impotensiyaya qədər gətirib çıxardır. Ürək qan damar xəstəliyində də bu kimi hallar olur. Beyin damarlarının aterosklerozunda da olur. Yüksək, necə deyirlər, təzyiqdə də olur. İnfeksiyalarda da olur, istər cinsi yolla keçən, istər necə deyirlər, sidik yolu ilə keçən, xlamidiya, gonoreya, siflis, ureplazma, papilloma və əlaxır və s. Bunların hamısı birər nədir? Səbəbdir. Digər tərəfdən psixoloji problemlərdir, həyəcan pozuntusudur, depressiyadır. Bunlar bir mənalı olaraq cinsi zəiflik yarada bilər, xüsusilə performans fobiyasıdır. Birdən məndə yaxşı alınmaz, birdən qadınımı yaxşı təmin eləyə bilmərəm. Yəni, sosial fobiyadır. Yəni, bütün bunların hamısı cinsi zəiflik yarada bilərlər. Və bəzən belə cinsi zəifliyin yaranması fonunda kişilər özlərinə sığışdırmır bunu qadınları ilə müzakirə eləsin. Ona görə qadınlar nə deyir, onlar susmağa başlayırlar. Başa düşürsünüzmü? Üçüncüsü, burada gizli depressiyanı xüsusilə qeyd eləmək istəyirəm. Hansı ki, tam böyük simptomlarından özünü büruzə vermir. Yəni, insan elə bir ki, robot kimi olur, donuq olur, həyat eşqi olmur. Ümumiyyətlə, insan heç bir şeydən zövq almır, yeməyin dadını belə hiss eləmir. Artıq əvvəllər gördüyü işləri görməyə özünü zorla məcbur eləyir. Yəni, özünü zorla məcbur eləyir ki, o işləri görsün. Yəni, gülmək azalır, pozitiv emosiyaları, necə deyirlər, hiss eləmək, demək olar ki, haradasa sıfıra enir. Ona görə qadınlar başa düşmürlər ki, yəni bu proses nə prosesidir. Yəni, bu da təbii ki, nədir? Kişilərin uzaqlaşmasına səbəb ola bilər. Dördüncü səbəb bu klassik səbəbdir. Yeni birini tapıb, yeni biri ilə münasibət ona daha xoşdur, başqasını sevir. Beşincisi, bu narsistik manipulyasiya ola bilər. Yəni, narsistik manipulyasiya nə deməkdir? Yəni, susqunluqla, elə bir ki, özündən uzaq tutmaqla qadını cəzalandırma məqsədi. Yəni, qadını cəzalandırır ki, qadın onun istəyini yerinə yetirsin. Qadın onun sözünə baxsın. O, çox, xüsusilə bu elə ailələrdə mövcuddur ki, qadın kişiyə həddindən artıq bağlıdır, haradaysa nə istəsə onu edəcək. Bu, onu idarə eləmə prinsipidir, manipulyasiya prinsipidir. Yəni, istənilən halda onun sözünə baxmayanda, narsist məsələn xoşlayır insanları, necə deyirlər, izolyasiya eləməyə, ora getmə, bura getmə, onu alma, bunu alma, o sənə yaraşmaz, bu sənə yaraşmaz, mən nə deyirəmsə, sənin yaxşılığı edirəm, mən dediyimi elə eləməsən, bunun nəticələrini, necə deyirlər, sən görəcəksən. Sonra, altıncısı, bu da az görünən bir səbəb deyil, porno filmdən və masturbasiyadan asıllıq. Yəni, bu da çox özgüvəni aşağı olan kişilərdə olur.
uşaq vaxtından necə deyirlər, qadınla münasibət bunlara pislənilib, günahkarlıq hissi oyandırıb. Bu insanlar fikirləşir ki, mən qadın üçün kifayət qədər yetərli deyiləm, mən necə deyirlər, bu performansı kifayət qədər yaxşı icra edə bilmərəm. Və masturbasiya eləməklə, porno filmə baxmaqla o şəkildə necə deyirlər, özünü cinsi təmin eləməyə alışır və görmə şəklində necə deyirlər, bütün o necə deyirlər, porno filmdə olan pozaları kodlamağa başlayır və bir qayda olaraq insan uzun müddət masturbasiyadan asılı olanda istər-istəməz cinsi performansı necə deyirlər, düşməyə başlayır. Çünki real həyatda necə deyirlər, sən qaranlıq otaqda sevişirsən, yəni həmin adamın xüsusi bir yerlərini görə bilmirsən. Yəni belə baxanda. Yəni o göz stimülə edici vasitə olmur. Xüsusilə yanlış masturbasiya etdikdə necə deyirlər, kişi quru-quru masturbasiya etdikdə, seksdən zövq aları yox, stres atmaq üçün masturbasiya etdikdə, narahat şəraitdə masturbasiya etdikdə, qeyri-rəşid masturbasiya var. Yəni qeyri necə deyirlər, yetişkin. Ağlıma gəldi, bir dənə mən necə gedim masturbasiya edeyim. Yəni bu kimi şeylərin kombinasiyası hamısı cinsi zəiflik yaradır. Ya necə deyirlər, cinsi əlaqənin ortasında cinsi orqan sərtliyini itirir, ya necə deyirlər, tez boşalma olur, ya gec boşalma olur. Bir sözlə cinsi əlaqədən zövq ala bilmədiyinə görə nə edir? Qadından tamamilə uzaqlaşır. Bir digər məsələ, bu da klassik məsələlərdən biridir. Cinsi əlaqə ilə bağlı fantaziyaların yanlış olmasıdır. Ümumiyyətlə, insan masturbasiya edəndə gərək cinsi əlaqəyə, real cinsi əlaqəyə uyğun fantaziyanı zehnində canlandırmalıdır. Yəni, o fantaziya, məsələn, bu canlandırır ki, məsəl üçün, bu insest necə deyirlər, əlaqə var. Yəni, ailə içi necə deyirlər, anası ilə, üzr istəyirəm, bacısı ilə, əmisi ilə, xalası ilə bu işlə məşğul olur. Təbii ki, necə deyirlər, o cinsi əlaqə ona zövq verməyəcək. Bir müddətdən sonra o ondan nə edəcək? Uzaqlaşacaq. Bir digər məsələ, ailə daxili, necə deyirlər, konfliktlərdir. Yəni, biz bilirik ki, ailə təkcə cinsi əlaqədən, romantikadan ibarət deyil. Orada, necə deyirlər, məişət problemləri rol oynayır. Kişi ola bilsin ki, və yaxud da qadın ola bilsin ki, necə deyirlər, pintidir, işlərini vaxtında yerinə yetirmir, məsuliyyəti almır və yaxud da kişi, necə deyirlər, buna baxır, bu şey onu necə deyirlər, qıcıqlandırır və həmin anda ona qarşı necə deyirlər, antipatiya başlayır formalaşmağa. Yəni, gündəlik məsuliyyətini almayan qadınlar. Yəni, yemək vaxtında bişmir, paltar vaxtında yuyulmur. Mən demirəm, yemək pişirmək, paltar yumaq qadının borcudur, amma əvvəlcədən vəzifə bölgüsü gedibsə ki, kim hansı işlərlə məşğul olacaq. Məişət məsələlərində belədir ki, hər kəs necə deyirlər, öz məsuliyyətini yerinə yetirməlidir ki, ailə necə deyirlər, dayansın. Orada problem yarana bilir və yaxud da ortaq dəyərlər uyğun deyil. İkisi tamamilə başqa-başqa insanlardır. Yəni, birlikdə söhbət eləmirlər. Söhbət eləmədiklərinə görə artıq bir-birindən emosional olaraq nədir, soyuqlaşırlar. Və yaxud da evlərinə həddindən artıq çox qohum gəlir, gedir. Artıq kişi məcbur olur o qadından, necə deyirlər, rəsmi şəkildə davranmağa. Emosional bağ formalaşmır. Ona görə də əgər bir il müddətində kişi ilə qadın evlidirsə, imkan daxilində ora az adam yatılı qonaq elə bir gəlməlidir. Bir də görsən, kişinin baldızı gəlir, qadının necə deyirlər, xalası gəlir, necə deyirlər, bir də görsən qaynata gəlir, qalır, bir də görsən ikisi birlikdə gəlib qalırlar. Yəni, onlar rahat buraxılmalıdır ki, emosional bağ formalaşsın. Bir digər məsələ, məsələn, konfliktlərdə həllə çata bilməməkdir. Yəni, itkilər, xəstəliklər, ağır problemlər olanda onların öhdəsindən gələ bilməməkdir. Yəni, problem həll edə bilmə qabiliyyətinin olmamasıdır. Yəni, bu da kişinin, necə deyirlər, cinsi şəkildə uzaqlaşmasına gətirib çıxardacaq. Başqa bir səbəb qadınla bağlantılıdır. Qadın, necə deyirlər, paranoyak, nevrotik, əsassız səbəblərə görə qısqanclıq nümayiş elətdirirsə, cinsi sərhədlər bir-birinə uyğun gəlmirsə, cinsi temperamentlər bir-birinə uyğun gəlmirsə və yaxud da qadın həddindən artıq, necə deyirlər, cinsi temperamentdə egoistik münasibət bəsləyirsə, öz istədiyinin olmasını istəyirsə və yaxud da əksinə tam diqqətini ona verir ki, yalnız və yalnız qarşı tərəfi, necə deyirlər, qarşı tərəfə zövq vermək. Bu durumda kişi uzaqlaşa bilir. Diqqətinizə görə minnətdaram.